Səfa bəy, bugün Birinci Dünya müharibəsindən biraz danışaq. Neçənci illərdə olub bu müharibə? Birinci Dünya müharibəsi atılır 1914-1918-ci illər. Bəli, hansı hadisə bu müharibənin başlaması üçün bəhanə olub? Bəhanə deməli Ser millətçisi Gavrila Prinsip tərəfindən Avstriya Macarıstan vəliəhdi Ferdinandın Fransa Öldürülməsi. Hansı hadisənin dünya müharibəsi başlayıb? Deməli Avstriya Macarıstanın Serbiya 28 iyulda müharibə elan etməsi ilə. Bəli. Müharibə hansı hərbi ittifaqlar arasındaydı? Üçlər İttifaqı ilə Antanta arasında başladı. Antanta ölkələri hansılar idi? Antanta dövləti İngiltərə, Fransa və Rusiya. Üçlər İttifaqının ölkələri? Avstriya, Macarıstan, İtaliya, bir də Almaniya. Almaniya. Bəli. Dünya müharibəsinə 1914-cü ildə Yaponiya ilə Osmanlı da daxil oldu. Osmanlı Bəli. hansı tərəfdən müharibəyə Osmanlı qoşuldu? daxil oldu Üçlər İttifaqı tərəfindən. Yaponiya isə Antanta Antanta tərəfindən. tərəfindən. Müharibəyə İngiltərənin qoşulmasına səbəb hansı hadisə idi? Almaniyanın Belçikaya hücum etməsi idi. Tamamilə doğrudur. Müharibədə hansı cəbhələr var idi? Üç cəbhə vardı. Şərq, Qərb cəbhəsi və Balkan cəbhəsi. Sonradan isə bir cəbhə də yarandı, bu Qafqaz cəbhəsi. Qafqaz cəbhəsindən hansı dövlətlər mübarizə aparırdılar? Osmanlı dövləti ilə Rusiya. Qafqaz cəbhəsinin taleyini hansı döyüş həll elədi? Sarıqamış döyüşü. Nə vaxt baş verdi o döyüş? 1914-cü ilin dekabr, 1915-ci ilin yanvarında. 15-ci ilin yanvarında. Bu döyüşdə Osmanlı qüvvələri Ənvər Paşanın başçılığı ilə məğlub oldu. Məğlub oldular və Rusiya Qafqazda üstünlüyü ələ keçirdi. Bəli. Dünya müharibəsində Almaniyanın tətbiq etdiyi hərbi plan necə adlanırdı? İldırım sürətli plan, Schlieffen planı. Bəli. Tannenberg döyüşü nə vaxt baş verdi? 1914-cü ilin 14-cü ildə baş verdi. Bu döyüşdə Ruslar məğlub oldular. Mana döyüşü nə vaxt idi? 1914-cü ildə baş verdi bu döyüşdə. Avqustda başlayıb sentyabrda bitdi. Bu döyüşün nəticəsi nə oldu? Fransanın taleyi həll olundu. Bəli. Yəni Fransa Başqa nəticələrin oldu mana başqa döyüşünün? nəticələri Antanta dövlətlərinin üstünlüyü ələ alması ilə, yəni dönüş yarandı. Almaniya İldırım sürətli müharibə planını iflas elədi və Almaniya 2 dənə cəbhədə müharibə aparmağa məcbur oldu. Məcbur oldu. Bir də ki, bəli, Fransanın həlledici məğlubiyyətdən xilas olması bu döyüşlə bağlı var. İkinci Dünya müharibəsində ittifaqların tərkibi necə dəyişdi bəs 1915-ci ildə? İtaliya Antanta tərəfə keçdi. Çünki İngiltərə, Fransa ərazi vəd etmiş, Rusiya ərazi vəd etmiş. 15-ci ilin yazında. Bəs Dördlər İttifaqı necə meydana gəldi? Dördlər İttifaqı Bolqarıstan və Osmanlı dövlətinin dəvət olunması 1915-in payızında. Tarixi dəyişdirən döyüş hansı döyüşdür? Tarixi dəyişdirən döyüş Çanaqqala döyüşü. Nə vaxt baş verib? 1915-1916-cı illərdə baş vermiş. Hansı demək dövlət qalib gəlib bu döyüşdə? Bu döyüşdə Osmanlı dövləti müttəfiq qüvvələrə qalib gəlmişdi. Qalib gəlib, bəli. Kütahya döyüşü nə vaxt idi? 1916-cı ildə baş verib. Aprel ayında, bəli. Bu döyüşdə Bağdadı, İngilislərin Bağdadı tutmaq planı iflasa uğradı. İflasa uğradı, bəli. Dünya müharibəsinə ABŞ-ın qoşulması nə vaxt idi? 1917-ci ildə qoşuldu. 17. Dünya müharibəsi sonda hansı başlıqla bitdi? Deməli bu Paris. Almaniyanın təslim olması Kompen başına. Birinci Dünya müharibəsindən hansı dövlətlər qazancdan çıxdılar? ABŞ və Yaponiya qazandı. Dünya müharibəsi hansı tərəfin qələbəsindən bitdi? Hansı ittifaqın qələbəsindən bitdi? Bu Antanta ittifaqının qələbəsindən bitdi. Bəli, tamamilə doğru.